Aha, deməli başlayaq. Bu axşamınız xeyir. Bugün Red Ribbon komandası olaraq qadın cinsiyyət üzvlərinin histologiyasından bəhs edəcəyik. Deməli, qadın cinsiyyət üzvləri daxili, xarici olmaqla iki yerə bölünür. Deməli, daxili cinsiyyət üzvlərinə yumurtalıqlar, uşaqlıq boruları, uşaqlıq yolu vagina aiddir. Xarici cinsiyyət üzvlərinə isə deməli qasıq təpəsi, böyük və kiçik cinsiyyət dodaqları, klitoris, qızlıq pərdəsi, himin, deməli vaginal dəri dəhlizi aiddir. Bir də əlavə olaraq əfruzda süd vəzlərinin histologiyasından danışacaq. Deməli qadın cinsiyyət sisteminin əsas iki funksiyası var. Reproduktiv, bir də endokrin funksiyalar. İlk orqanımıza gəlsək, deməli yumurtalıq ən əsas orqanlardan biri yumurtalıqdır. Reproduktiv funksiya olaraq gametogenez funksiyasını yerinə yetirir. Yəni burada qametlərin sintezini, reproduksiyasını təmin edir. Steroidogenez funksiya olaraq isə burada progesteron və estrogen hormonlarının sintezində iştirak edir. Estrogen və progesteron hormonlarının qabaqda yəni çox danışacağıq. Əsas fərqlərinə baxsaq, estrogen deməli böyüməni təmin edən hormondur. Yəni ikinci cinsiyyət əlamətlərinin inkişafını təmin edir. Progesteron isə daha çox qoruma funksiyasını yerinə yetirir. Daxili cinsiyyət orqanlarını hamiləliyə hazırlayır. Süd vəzlərinə təzyiq, estrogen yenə də süd vəzlərinin inkişafını və böyüməsini təmin edir. Progesteron isə burada süd vəzlərində hamiləlikdən sonra süd vəzlərindəki laktasiyanı tənzimləyir. Menstrual siklin fazalarında da qeyd edəcəyik ki, estrogen daha çox proliferativ fazada dominant hormondur. Progesteron isə sekretor fazada daha çox dominantlıq təşkil edir. Yumurtalıqların ilk öncə anatomiyasına baxsaq, deməli cüt şəkilli badamı orqandır. Yuxarı hissədən deməli peritonal boşluğa suspensori liqamentlə birləşirlər. Bu liqamentin tərkibində də yumurtalıq arteriyası, yəni damarları və sinirləri keçir. Aşağı hissədə isə deməli yumurtalıq liqamenti ilə uşaqlığa birləşirlər. Ümumiyyətlə peritonun deməli bir hissəsi olan mezoveriumla örtülüb. Histologiyasına keçsək, yumurtalıq əsasən deməli iki hissədən korteks, yəni qabıq və beyin maddəsinə təşkil olunmuşdur. Qabıq burada qatlarına baxsaq, deməli ilk öncə hər bir deməli orqanlar, yəni periton qışanın mezoteliumla örtülüb. Bu isə yumurtalıqda fərqli olaraq buradakı mezotelium germinal epiteliuma keçmişdir. Germinal epiteliumun altında isə burada sıx birləşdirici toxumadan təşkil olunmuş deməli ağlı qışa tubica albugenia yerləşib. Germinal epitelium daha çox kuboidal, bəzən də yastı epiteli hüceyrələrdən təşkil olunur. Dedik ki, iki hissədən medulla və korteksdən ibarətdir. Medulla əsasən yumurtalığın deməli daxili qatında, yəni mərkəzində yerləşir və birləşdirici toxumadan ibarətdir. Burada daha çox sinirlər, damarlar yerləşir. Korteks isə yumurtalığın periferiyasında yerləşir, ağlı qışanın altında. Burada isə folikullar yerləşir ki, folikulların inkişafı da korteksdə yerləşir. Korteksin stromasında deməli baş verir. Folikullara gəlsək, biz əsasən 3 folikuldan danışacağıq. Primordial folikul, yəni ilk yəni folikullar. İkinci groin folikul, bu əsasən xaricdə gedir. Bizdə yəni 4 yerə bölürlər. Birincili, ikincili, yəni groin folikulu 2 yerə bölürlər. Birincili folikul, ikincili folikul və sonuncu, üçüncülü və yetişmiş qraf folikulundan danışacağıq. Deməli, primordial folikullar gəlsək, deməli, bu bətndaxili inkişafın 3-cü ayından primordial folikulların inkişafı başlayır və ən kiçik və ən geniş yayılmış folikullardır. Deməli, qabıq maddənin, yəni korteksin altında, yəni subkapülyar hissədə yerləşirlər. Burada deməli primordial folikulun mərkəzində deməli diplotena mərhələsində olan birincili ovosit yerləşir.
Bu meyozun birinci mərhələsinin diplotena mərhələsində olur. Deməli, bu ovositin ətrafında bir qatlı deməli burada bir qatlı yastı folikulyar epitel hüceyrələri yerləşir. Bir qatlı yastı epitel hüceyrəsinin üstündə bazal lamina yerləşir. Bazal laminanın üstündə isə stromal hüceyrələr yerləşir. Ovositin tərkibinə baxsaq, ovositin sitoplazması ooplazma adlanır. Burada balbiana cisminə rast gəlinir. Bu deməli Golgi kompleksinin endoplazmatik şəbəkənin, mitoxondrinin ümumilikdə, yəni birləşməsidir. Bir də burada anolit lamela, yəni lamelalara rast gəlirik ki, bu əsasən membran qalıqlarıdır. Burada histoloji şəklə də baxsaq, deməli biri piramidal folikulların nüvəsi eksentrik yerləşir. Burada N şəklində yazılmış piramidal folikulların nüvələri görsənir. Bəzən nüvəsizlərə də rast gəlinir. Məsələn, X-dən qoyulmuş burada nüvəsiz piramidal folikullardır. Daha sonra piramidal folikul keçir birincili folikula. Bir də burada bir şey qeyd etmək lazımdır ki, piramidal folikul da bu hormondan asılı mərhələ deyil. Yəni ilk mərhələdir və hormondan asılı olmur. Amma FSH-ın təsirindən, yəni gonadotropin hormonun təsirindən piramidal folikul keçir birincili folikullara, yəni ilkin folikullara. Bunun birinci folikuldan fərqi nədir? Burada piramidal folikul deməli daha ölçüsü bir qədər daha da böyümüş olur. Burada deməli ovositin ətrafında glikoza aminglikanlar və glikoproteinlər toplanır və parlaq qışa, zonoperisidə əmələ gəlir. Burada zenoperisdən üstündə folikular hüceyrələr daha böyümüş olur və burada görürsünüz ki, kub şəkilli folikul hüceyrələr yerləşir. Digərində isə daha çox yastı epitel hüceyrələrinə təşkil olmuşdu. Bu da histoloji şəklinə baxsaq, burada nüvəsi, bu deməli kuboidal yerləşmiş folikulyar hüceyrələr və burada da zonoperisida yerləşir. Daha sonra deməli folikulun ilkin folikul birincili folikulun ikincili folikula keçmə prosesi baş verir. Bu zaman onun ölçüsü daha da böyüyür. Burada birləşdirici toxuma sıxlaşır və yeni xarici qışa, yəni teka formalaşmağa başlayır. Yeni folikulun ikincili folikula keçmə mərhələsidir. Burada deməli qranul hüceyrələr yaranmağa başlayır və burada gördüyünüz kimi teka qatı yaranmağa başladı. İkincili folikulda deməli burada növbəti inkişaf mərhələsi ikincili folikul adlanır. Buna deməli antral və ya boşluqlu folikullar da deyilir. Gördüyünüz kimi burada ortada antral boşluq yaranır granulyar hüceyrənin deməli arasında. Burada deməli ovositin və folikulun ölçüsü nisbətən böyük olur və yenə də parlaq qışa ilə əhatə olunur. Burada aktiv bölünən folikulyar hüceyrələr arasında deməli maye ilə dolu bir və ya bir neçə boşluq yarana bilər ki, bu da antrum adlanır. Bu deməli mayenin tərkibində qanın plazma komponentləri, bir də folikulyar hüceyrənin sekresiya məhsulları yerləşir. Burada dedik ki, teka qatı yarandı. Deməli teka qatı bunu o tərəfə deyərik. Bir dəqiqə. Burada teka qatı görsənir. Burada histoloji şəkilə baxdıqda, deməli burada granuloz hüceyrələrdir. Granuloz hüceyrələrin ətrafında antrum, yəni boşluq formalaşıb. Burada teka qatını görürük. Teka qatı da burada qan damarları inkişaf edir. Bu özü də iki yerə bölünür. Xarici və daxili teka qatı. Bu xarici qatdır, bu deməli daxili qatdır. Daxili teka qatında şaxələnmiş kapilyarlar ətrafında yerləşən girdə teka hüceyrələri, girdə nüvəli teka hüceyrələri yerləşir. Xarici teka qatında isə əslən birləşdirici toxumadan təşkil olunmuşdur və daha çox burada miofibroblastlar və kollagen liflərinə zəngindir. Burada deməli daxili teka qatının intestinal hüceyrələri müəyyən olunmuşdur ki, cinsi hormonlar sintezində də iştirak edirlər. Burada endoplazmatik şəbəkə, deməli kristlərə malik mitoxondrilər, lipid damlaları müəyyən olunmuşdur.
Burada androstendion ilk olaraq steroid hormon bunlardan deməli yaranır. Daha sonra bu androstendion folikulyar hüceyrələrə daşınır. Burada aromataza fermentin iştirakı ilə deməli androstendion, yəni androgen estrogenə çevrilir. Bu folikulların ümumilikdə böyüməsində 3 faktor iştirak edir. Deməli, bayaq dediyimiz kimi FSH-ın təsirindən primordial folikullar birinci folikullara keçdi. Daha sonra estrogen xüsusilə 17 beta estradiol buradan iştirak edir. Folikular hüceyrələrin proliferasiyasını stimulə edir və burada böyümə faktoru IGF, yəni insulina bənzər böyümə faktoru IGF-1 iştirak edir. Daha sonra isə ikincili folikul daha da böyüyərək inkişafın deməli üçüncülü buna qrafiyan folikul tam yetişmiş folikula çevrilir. Burada isə bu maksimal inkişaf mərhələsinə çatmış folikuldur. Deməli, sikl müddətində bir qrup folikul hüceyrələri istənilən folikul mərhələsində ola bilir. Lakin bu sonuncu mərhələ, yəni qrafiyan folikula tək-tək, yəni folikullar çata bilir. Bu dominant folikul sayılır. Bundan başqa digər folikullar isə əslən atreziyaya uğrayırlar. Burada yetkin folikul qraf qovuqcuğuna çevrilir. Diametri əsasən 2,5 santimetrə qədər çata bilir. Yumurtalığın qabıq maddəsini primordial folikula daha çox subskapulyar hissədə yerləşirdi. Bu hissədə daha çox qabıq maddəsinin səthinə yaxın, yəni ağlı qışıya daha yaxın yerləşir. Burada ikincili folikulda olduğu kimi ovositin böyüməsi ikincili folikulda dayanır, yəni daha böyümür. Keçir deməli ovülyasiya mərhələsinə. Bir də burada ikincili folikuldan fərqli olaraq yenə TK qatı, yəni oxşarlıqlarını desək, burada yenə də TK qatı var. Burada sadəcə qranuloza sellərində boşluq daha da deməli inkişaf eləyir. Deməli burada granuloz hüceyrələr koroner radyo şualı tac əmələ gətirirlər. Keçək ovülyasiya mərhələsinə. Burada deməli üçüncülü menstrual siklin ortasında, yəni əgər 28 günlük mərhələdə götürsək, deməli 14-cü gündə burada folikulun partlaması, yəni ovülyasiya prosesi baş verir. Ovülyasiya prosesi estrogenlərin qanda yüksək artması hesabına baş verir. Deməli estrogen artır, hipofizin lüteinləşdirici hormonunun təsiri nəticəsində ovülyasiya baş verir. Deməli, ovülyasiyada nə baş verir? Yumurtalıqda qan təsisatı sürətlənir, hiperemiyası baş verir. Burada deməli yerli ödem yaranır. Həmçinin folikulun daxilində də mayenin miqdarı artır. Burada folikular fluidin artımlarını görürük. Və folikulun divarında olan qışalara təzyiqi də artır. Yəni folikul daxili təzyiq də artır. Burada üçüncülü folikulda baş verir. Burada folikul mayesinin çoxalmasının nəticəsində deməli burada ovosit və onun qışaları ilə birlikdə yumurta daşıyıcı təpəcik, yəni folikullar stigma formalaşır. Ovülyasiyadan əvvəl bu folikulun divarı ilə deməli folikullar stigma folikulun divarı ilə folikul arasında əlaqəni təmin edir. Ovülyasiyadan əvvəl bu əlaqə itir. Ona görə bu bu maye başlayır sərbəst olaraq ovülyasiyada sərbəst olaraq üzməyə. Deməli, qabaqda daha çox menstrual sikldə qeyd edirik. Deməli, ovülyasiyadan sonra biz dedik, ovülyasiyanın əsas göstəricisi deməli stigma oldu. Bu yaranan stigma oldu. Bu da folikulun divarının rənginin və şəffaflığının dəyişməsinə səbəb olur. Deməli, meyozun birinci bölünməsi üçüncü folikulda ovülyasiyadan əvvəl başa çatır. Yəni ikincili burada böyümə zamanı xromosomlar qız hüceyrə arasında bərabər paylanır. Yaranan ikincili ovosit bütün sitoplazma kütləsini saxlamış olur. Burada meyoz bölmə nəticəsində ilk olaraq deməli ikincili ovosit yaranır. Digər hüceyrələr də yaranır ki, slide çevirməmişəm. Burada deməli bunlar birincili güc polar cisim, yəni güc cisimcikləri adlanır.
Burada bundan çox kiçik olmaqla eee, deməli özləri həmləci miqdarda sitoplazmadan ibarət. Demək keçib korpus luteuma, yəni sarı cismə. Sarı cisim həm deməli menstrual dövrdə, həm də hamiləlik sarı cisminə bölünür. Deməli, menstrual sikl dövründə LH-ın təsirindən burada folikul partlayır, onun yerində menstrual sarı cisim əmələ gəlir. Yəni menstrual sarı cisim burada folikul elementlərindən inkişaf eləyir. Sarı cismin təsirindən burada TK hüceyrələr və qranuloz hüceyrələrdə dəyişikliklər baş verir. Yəni TK hüceyrələr çevrilir deməli TK lutein hüceyrələrinə, burada şəkildə gördüyünüz kimi, qranuloz hüceyrələrdə granuloz zeta hüceyrələr, lutein hüceyrələrinə çevrilir. Lutein hüceyrələri özü dairəvidir, iri ölçülü hüceyrələrdir. Bunların deməli sitoplazmasında iri pi əlavələri yerləşir. Bu da onun sitoplazmasına qovuqçuqlu, yəni forma verir. Bu hüceyrələrdə sarı rəngli pigment, yəni lutein pigmenti toplanır. Burada da lutein hüceyrələr arasında kəskin, yəni toxuma ara kəsmələri, yəni birləşdirilmiş özü birləşdirici toxuma ilə aid olunur. Bu hüceyrələr arasında yəni kəskin fərq olmur. Və tərkibində də birləşdirici toxuma elementləri olan məsələn sinsoid tipli qan damarları və iri damarlar yerləşir. Bu korpus luteum hamiləlik menstrual sikldə 14 gün ərzində öz fəaliyyətini saxlayır. Burada hormon ifraz edir. Əgər maylanma baş verərsə, yəni hamiləlik baş verərsə, deməli 4-cü aya qədər sarı cisim öz fəaliyyətini saxlayır. Amma ki 3-cü aydan sonra burada cift yaranır ki, bu hormon ifraz etmə funksiyasını sarı cisim öz deməli cift öz üzərinə götürür 3-cü aydan sonra, amma 4-cü aydan sarı cisim yenə də öz funksiyasını saxlayır. Əgər menstrual sikl zamanı, yəni 14 gün ərzində deməli hamiləlik baş verməzsə, bu sarı cisim atreziya uğrayaraq deməli ağlı cismə keçir. Bu da ümumilikdə birləşdirici toxuma ara kəsmələrindən təşkil olunmuşdur. Atreziyaya gəlsək, burada mərhələlərdən danışdıq folikulyar hüceyrələrin. Folikulyar hüceyrələrin istənilən mərhələsinin, yəni o biri mərhələyə keçmədən atreziya uğraya bilər, yəni. Bu da ovosit məhv olur. Bu atreziyanın səbəbləri nə ola bilər? Ovosit məhv olaraq makrofaqlar tərəfindən fagostoza uğraya bilər. Daha sonra burada parlaq qışa bürüşür, hiyalinləşir. Deməli, folikulyarın mərkəzində ağ, burada hiyalinləşmə nəticəsində şüşə effekti deyirlər. Bu gördüyünüz mərkəzində qalır. TK hüceyrələri bir müddət yenə də androgen sintez edə bilər, amma daha sonra isə öz funksiyalarını dayandırırlar. Piramidal folikulyarın atreziyasında iz qalmır. Birləşdirici toxuma ilə əvəz olunaraq çapıqla əvəz olunurlar. Birincili folikullarda isə burada atritik cisim kiçik boşluqda yerləşir, parlaq qışadan ibarət olur. Bir müddət sonra isə onun da yəni çapığı itir. İkincili və üçüncü folikuların atreziyası isə daha mürəkkəb və fizioloji prosesdir. Çünki bunlar daha çox inkişaf etdiyinə görə bunların atrezik folikullarda bir müddət hormon ifraz edirlər. Yenə dedik, burada qalan interstial hüceyrələr bir müddət androgen sintez edirlər. Androgenlərdən estrogen yaranırlar, amma müddət keçdikcə bu proses zəifləyirlər. Amma bunların da deməli estrogen sintezi bir müddət qanda estrogenin deməli lazımi miqdarda səviyyədə saxlanılmasının tənzimində iştirak edirlər. Yaranmış olan atritik cisimdə deməli burada folikular hüceyrələr məhv oldu. Dediyimiz kimi ortada büzüşmüş parlaq qışa qaldı. Daha sonra isə bu üçüncülü və ikincili folikulların interstial hüceyrə yığınlarda involyusiyaya məruz qalaraq birləşdirici toxuma ilə əvəz olunurlar. Keçsək digər orqanlara, uşaqlıq boruları. Uşaqlıq boruları, bunlar fallopian boruları da deyirlər. Demək, 10-12 sm ölçüsü olan cüt orqanlardır. Bunların deməli proksimal hissəsi uşaqlıqla əlaqəlidir. Distal ucu isə kör qalır. Yəni
yumurtalığa doğru yönəlir, lakin tam bitişmir, anatomik olaraq sərbəst qalır. Deməli, 4 hissəyə bölünür. Infundibulum qıf hissə, ampul hissə, boyun hissəsi və uşaqlığın yaxın olan uşaqlıq hissəsi. Deməli, burada infundibulum və əsasən deməli, hüceyrə əmələ üçüncü folikul əmələ gəldi və mayalanma gedirsə, bu uşaqlıq borunun ampul hissəsində gedir, yəni mayalanma gedir. Deməli, qıf hissə özü qanla qan damarlarından dolu hissədir. Burada deməli saçaqlar yerləşir ki, qıf hissə saçaqlı çıxıntılara malik olur ki, yumurtalığı daha sıx şəkildə əhatə edir və onun hərəkətini təmin edir. Burada alosit mayalanması dedik ki, uşaqlıq borusunun ampul hissəsində baş verdi. 4-5 gün ərzində əgər mayalanma baş verərsə, burada uşaqlıq borusunda 4-5 gün ərzində bu rüşeyin uşaqlığa doğru yer dəyişməsində, burada rüşeyin inkişafında lazım olan şəraiti bu deməli ampul hissə yaradır. Burada bəzən dedik qan damarlarının burada hüceyrələr var ki, serik ifraz edirlər. Bu mühitin zənginliyi bəzən ektopik, yəni uşaqlıqdan kənar boru hamilənin baş verməsinə səbəb ola bilirlər. Bu daha çox rüşeyin uşaqlıq borusunda baş verir. Burada deməli uşaqlıq borularında dölün tam inkişafını təmin etmək mümkün olmadıqdan, yəni bu şərait daha sonra batmır. Uşaqlıq borusunun histologiyasına gəlsək, bu deməli 3 qatdan təşkil olunub: seroz, əzələ və selikli qışa. Deməli, daxili qat seliklidir, daha sonra əzələ, daha sonra isə seroz qışa rast gəlinir. Deməli, selikli qışa burada iri şaxələnmiş büküşlər əmələ gətirirlər. Selikli qışa bir qatlı prizmatik kirpikli epiteli hüceyrələrdən təşkil olmuşdur. Burada əslən 2 növ hüceyrədən danışacağıq. Deməli, kirpikli, bir də deməli, kirpiksiz hüceyrələr. Bunlara serik ifraz edən, yəni sekretor hüceyrələr də deyirlər. Sekretor hüceyrələrin tərkibində yaxşı inkişaf etmiş deməli, dənəli endoplazmatik şəbəkə, bir də Golgi kompleksi aşkarlanır. Burada deməli çoxlu miqdarda sekret dənələr müəyyən olunur. Bunlar deməli menstrual siklin sonradan da gedici sekretor fazasında burada progesteronun təsirindən bu hüceyrənin aktivliyi artır. Burada uşaqlıq borusunda konseptusun inkişafını təmin etmək üçün, həmçinin spermatozoidlərin konseptusa doğru hərəkətini təmin etmək üçün burada qidalı maddələri bu hüceyrələr, yəni bu hüceyrələr sekresiya edirlər. Burada kirpikli hüceyrələrin apikal səthində kirpiklər yerləşir. Bunların burada kirpik vurğusunun gücü və amplitudası burada əsas rol oynayır. Bunun da gücü və amplitudası qanda estrogen və progesteron səviyyələrindən asılıdır. Burada əzələ qışası da özü 2 qatdan ibarətdir. Daxili və xarici əzələ hüceyrələrindən ibarətdir. Seroz qışa peritonun davamı olub, özü mezoteliumdan örtülmüşdür. Bunu bütün adı çəkdiyimiz qışalarda qan damarları və sinirlər yerləşir. Burada bayaq da dediyimiz kimi, burada qan damarlarının çoxluğu, yəni vaskulizasiyasının çoxluğu burada yaxşı şərait yaradır ki, məsələn, ektopik hamiləlik baş verəndə də bir müddət də olsa burada rüşeyin inkişaf eləməyə başlayır. Uşaqlığa keçsək, uşaqlıq deməli bətn daxili inkişafı təmin edən əzələvi orqandır. Frontal kəsikdə üçbucaq şəklində görsənir. Deməli 3 qatdan ibarətdir. Deməli daxili qat selikli qışa endometrium, əzələ qatı miometrium və xarici seroz qışa perimetriumdan ibarətdir. Deməli endometrium bir qatlı prizmatik epiteli ilə örtülmüşdür. Burada da uşaqlıq borularında kimi kirpikli sekretor hüceyrələrdən təşkil olunmuşdur. Əsasən kövşək birləşdirici toxumadan ibarətdir və burada uşaqlıq
vəzlər yerləşir. Uşaqlıq vəzləri quruluşuna görə əslində sadə və borulu vəzlərdir. Şaxələnmiş və şaxələnməmiş olur. Bu da menstrual siklin fazalarından asılıdır. Əslən deməli əvvəl şaxələnməmiş olur, premenstrual dövrdə isə şaxələnməyə başlayır. Burada desidual hüceyrələr qeyd edirik ki, məsələn endometriumun xüsusi qatın bəzi hüceyrələrində bu vəzi hüceyrələri transformasiyaya uğrayaraq desidual hüceyrələrə əmələ gəlirlər. Desidual hüceyrə digər hüceyrələrdən fərqli olaraq deməli glikogen və lipoproteindən zəngin olan hüceyrələrdir. Bunun nə funksiyası var? Hamiləlik vaxtı desidual hüceyrələr daha çox olur. Bu da ciftin tərkibinə daxil olub relaksin hormonunun sintezində inkişaf edir, deməli relaksin hormonunun sekresiyasını təmin edirlər. Həmçinin deməli hamiləlik deməli doğuşdan sonra bunlar litik aktivlik göstərərək ciftin də qopub düşməsini təmin edirlər. Burada deməli endometriumda əsas iki qatdan, deməli endometrium bazal qatından və funksional qatından bəhs eləyəcəyik. Deməli funksional qat daha qalın olub, səthə daha yaxın yerləşir. Bazal qat isə daha dərin qatdır və daha nazikdir. Deməli bazal qat funksional qatın, yəni menstruasiya zamanı qopub düşən qat endometriumun funksional qatıdır. Bazal qat isə menstruasiya fazasından sonra, yəni postmenopozal dövründə endometriumun regenerasiyasını təmin edən qatdır. Burada endometriumun qidalanmasına baxsaq, deməli bazal qatda uşaqlıq arteriyasından, deməli qövsə arteriyaları şaxəsi var ki, deməli qövsə arteriyaların şaxəsi olan spiral arteriyalar vasitəsilə endometrium qidalanır. Bazal qat isə qövsə arteriyalardan çıxan burada düz arteriyalar var. Bunların hesabına qidalanır. Burada sonra keçək menstrual. Miometrium, perimetrium daşıyaq, sonra menstrual siklinin təsirini daşıyaq. Deməli, miometrium özü 3 əzələ qişası olub, özü də 3 qatdan ibarətdir. Daxili, orta və xarici qat. Orta qat damarlı qat adlanır. Burada deməli qan damarlarına zəngindir. Daxili qatı endometriumdan aşağı yerləşib selki-altı qat adlanır. Xarici qatı isə damarüstü qat adlanır. Burada miometriuma baxsaq, deməli bunların təxminən burada sayı əzələ hüceyrələrinin uzunluğu 50 mikrometr olurlar. Hamiləlik zamanı deməli uşaqlıq özü əzələvi qat olduğu üçün bölməlidir. Yəni sayı əzələ hüceyrələri burada 500 mikrometrə qədər böyüyür, yəni hipertrofiyaya uğrayıb 500 mikrometrə qədər deməli ölçüsüyə qədər böyüyə bilir. Amma bu zaman isə uşaqlıq qatının divarı incəlir. Hamiləlikdən sonrası uşaqlıq öz formasına qayıdır, amma hamiləlikdən əvvəlki dövrə baxsaq daha geniş olur, amma uşaqlıq divarı daha nazik olur. Ona görə yəni məsələn deyirlər ki, hamiləlik dövrləri arasında yəni məsafə qoyulmalıdır ki, bu deməli bu divarın yəni qalınlaşma prosesi bir müddət getsin. Perimetrium isə bu da kövşək lifli birləşici toxumadan təşkil olunub, üzəri peritonun davamıdır, üzəri mezotellə örtülüb. Burada parametrium adlanan, pik toxuması adlanan yığın da yerləşə bilər. Burada da əsasən qan damarları, pik hüceyrələri, yəni birləşik toxuma elementləri yerləşir. Burada menstrual siklin dövrlərinə baxsaq, endometriumda deməli endometriuma təsirindən danışsaq, burada endometriuma görə proliferativ sekretor menstrual fazaya bölünür. Proliferativ faza estrogenin stimulyasiyası nəticəsində baş verir. Yəni burada dominant hormon estrogendir. Qanda estrogenin artmasından proliferativ faza başlayır. Bu zaman endometriumun qalınlığı 3 mm qədər olur. Daha sonra isə burada glükoza aminglikanların toplanması, sekretor hüceyrələrin fəaliyyətinin artması nəticəsində burada dominant hormon progesteron rol oynayır. Endometriumun qalınlığı 6 mm çatır. Daha sonrası sekretor fazada sonrası menstrual faza
Həm estrogen, həm progesteron artmasına deməli cavab olaraq burada menstrual faza yaranır. Menstrual faza başlayır. Menstrual fazadan nə baş verir? Dedik ki, endometrium özü iki hissədən ibarətdir. Funksional və bazal qat. Burada funksional qat qopub tökülür. Yəni işemik təsirindən funksional qat qopub tökülür. Bazal qat isə yəni bazal qatacan funksional qat qopub tökülür. Digər yenidən bu menstrual sikl davam edən fazadır. Yəni bir faza digərini deməli davam edərək keçir. Yenidən proliferativ fazada isə qopulmuş funksional qatı bərpa etmək üçün bazal qat proliferasiyaya məruz qalır. Uşaqlıq boyuna gəlsə, bu deməli seyklik şanın xüsusi qatıdır. Burada güclü şaxələnmiş borulu seykli vəzlər, yəni servikal vəzlər yerləşir. Burada menstrual siklin gedişi zamanı burada yəni uşaqlıq boynunda nəzərə çarpan dəyişiklik olmur. Yəni menstrual zamanı bu hissə qopub düşmür. Burada servikal vəzlərinin aktivliyi burada progesteron və estrogen hormonlarının təsiri ilə dəyişir. Uşaqlıq boynunda deməli bu da yumurta hüceyrələrinin mayelanmasında mühüm rol oynayır. Burada bunların ifraz etdikləri selik digər seyinə nisbətən daha duru olur. Bu da deməli spermatozoidlərin uşaqlığa daxil olması üçün daha uyğun maye mühitidir. Lutein fazasında, bir də hamiləlik fazasında bu vəzlərdə sekret qatının olması spermatozoidlərin, bir də burada məsələn uşaqlıq boyuna məsələn mikroorqanizmlərin keçməsinin qarşısını alır. Yəni bir növ müdafiə funksiyasını yerinə yetirir. Burada uşaqlıq boyuna baxsaq, özü endoservix və ektoservix hissəsindən ibarətdir. Burada endoservikalın ektoservikal hissəyə keçməsi transformasiya zonası yerləşir. Burada metaplazmatik dəyişikliklərin daha çox hissəsi bu transformasiya zonasında baş verir. Məsələn, hər hansı bir viruslar, əslində papillomavirus virusları bu etiologiyada daha çox rol oynayır. Daxil olması burada xərçəngiyona xəstəliklərə, yəni uşaqlıq boynu xərçənginə deməli səbəb olur. Yəni bu transformasiya zonasında müəyyən dəyişikliklər. Sonra uşaqlıq boynu dedik, sonra keçək. Uşaqlıq yolu var. Bundan başqa deməli uşaqlıq yolu deməli 8-10 sm olan fibroz əzələvi orqan olub. Burada bu da yəni digər orqanlar kimi özü 3 qişədən ibarətdir. Selik, əzələ və adventisiya xarici qişədən ibarətdir. Deməli selikli qişə burada vagina kimi buynuzlaşmayan epitelidən, bir də kövşəklikli birləşdirici toxumadan təşkil olunmuşdur. Selikli qişanın epitelisində deməli burada 3 qatasisdən rast gəlinir. Bazal, ara, bir də örtük qat. Burada örtük, yəni səthi qat hüceyrələrində keratohiyalin dənələrinə rast gəlinir. Yəni burada amma buynuzlaşmamışdır. Yəni buna rast gəlsə də buynuzlaşmamış qat hesab olunur. Burada daha çox glikogenlər toplanır. Estrogenlərin miqdarı daha çox olduqda, yəni menstrual sikldə burada səthi qat hüceyrələri qopub tökülür. Siklin ortalarında isə burada qopub düşən hüceyrələrin sayı daha çox olur, amma siklin axırlarında bu hüceyrələrin sayı azalır. Burada uşaqlıq yolunun mikroorqanizmlərin təsirindən glikogendən laktat əmələ gələ bilər. Bu laktat burada turş mühit yaranır, bu patogen rol oynayır. Bu da mikroorqanizmlərin patogen rol oynayaraq burada müdafiə funksiyasını yerinə yetirir, mikroorqanizmlərin inkişafının qarşısını alır. Həmçinin də burada turş mühit yaranır ki, bu da spermatozoidlərin qida substratı hesab olunur. Yəni mayalanma üçün yenidən bir inkişaf, qidalı mühit yaradır. Burada da əzələ qişası, sayəzələ dəstələrinin təşkil olunur. Bir də adventisiyada da sıx lifli formalaşmayan birləşdirici toxumadan təşkil olunur. Sonra vaginaya gəlsək, deməli vagina da özü 3 deməli
3 qatdan ibarətdir. Yenə dediyimiz kimi serikli əzələ, bir də adventissiya qişası. Deməli, xarici cinsiyyət orqanlarında bayaq da qeyd etdiyimiz kimi xarici cinsiyyət orqanları özü, deməli, burada histoloji şəklini görürük. Uretradan, yəni vaginal dəlikdən, klitorisdən, burada klitorisdə klitor vəzlər, yəni qlandlar yerləşir. Bir də böyük və kiçik cinsiyyət dodaqlarından ibarətdir. Burada deməli labia mayoranın histoloji şəklini görürsünüz. Burada labia mayorada da daha çox sekretor qlandlar daha çox yerləşir. Bir də suallara keçmədən menstrual sikli. Deməli, endometriumun, menstrual siklə endometriumun dəyişən danışdıq. Ümumən variya menstrual siklə baxsaq, menstrual sikl özü 28 gün davam edən 3 mərhələli bir prosesdir. Deməli, ilk gün menstrual fazı, birinci, 4-cü gün, 5-ci günə qədər də davam edə bilər. Sonra postmenstrual 5-ci, 14-cü günə qədər, bir də premenstrual 15-cidən 28-ci günə qədər dövrə bölürük. Menstrual mərhələdə bayaq da qeyd etdiyimiz kimi endometriumun qopması baş verir. Yəni funksional qatının deməli qopması baş verir. Əgər burada hamiləlik baş vermirsə, menstrual sarı cisim deməli involyasiyaya məruz qalır. Burada progesteron və estrogen səviyyəsi kəskin aşağı düşür və funksional qatı qidalandıran burada spiralvari arteriyalar spazma məruz qalır və nəticədə də burada işemik, yəni sklerotik dəyişikliklər baş verir. Və funksional qatın nekrozu baş verir. Funksional qat tam qopub düşənə qədər, yəni yalnız bazal qat qalana qədər bu menstrual sikl davam edir. Yeni dediyimiz kimi menstrual fazada, yəni menstrual sikldə əsas rol, yəni progesteron və estrogenin qanda kəskin aşağı düşməsindən baş verir. Burada estrogenlərin deməli yüksək səviyyəsi deməli hipofizdə FSH-ın sekresiyasını tormozlayır. Buna əks-əlaqə mexanizmi deyilir. Burada FSH-ın sintezi başlayır və menstrual fazada FSH-ın yüksək sintezi estrogen və progesteronu bloklayır. Daha sonra isə menstrual fazadan sonra folikulyar faza başlayır. Bu FSH-ın təsirindən baş verir. Burada deməli müəyyən qrup folikullarının FSH təkanverici təsir göstərərək folikuların hormonal aslı inkişafı başlayır. Deməli, daha sonra FSH-ın və LH-ın təsirindən burada ikincili folikullarda estrogen sintezi başlayır. Dediyimiz kimi bu endometriumda özünü proliferativ fazada göstərir. Yəni dominant hormon estrogen olur. Estrogenin qanda tədricən səviyyəsi yüksəlməyə baş verir. Burada endometriumun burada menstrual siklin 4-5-ci günlərində dedik ki, estrogen qanda artmağa başlayır. Daha sonra isə proliferativ fazada estrogenin təsirindən uşaqlıq vəzlərində bu epitelinin proliferasiyası baş verir. Endometriumun səthi epitellə örtülür və qanaxma dayanır. Daha sonra keçirik postmenstrual dövrə. Postmenstrual dövrdə isə aktiv olaraq yenə FSH sekresiyası davam edir. Bu yumurtalıqlarda özünü folikulyar fazı olaraq göstərir. İkincili folikullar üçüncülü folikullara çevrilir. 14-cü, 15-ci günlərdə isə ovulyasiya prosesi baş verir. Ovulyasiya prosesində bayaq da qeyd etdiyimiz kimi LH-ın qanda LH-ın yüksək təsirindən ovulyasiya prosesi baş verir. Burada bütün bu mərhələlərdə, həmçinin atreziya uğramış folikullarda bayaq qeyd etdiyimiz kimi estrogen sintezini davam elətdirirlər. Bu mərhələnin sonunda, yəni ovulyasiya anına qədər estrogenlərin səviyyəsi maksimuma çatır. Burada hipotalamusda gonadotropin releasing faktoru və FSH-ın sintezi zəifləyir.
Bu mərhələnin sonunda deməli LH ovülyasiyanın baş verməsinə və saray cismin inkişafına gətirib çıxarır və deməli bu luteal faza, yəni premenstrual fazaya keçidi təmin edir. Premenstrual fazada dedik ki 15-ci 28-ci günü əhatə eləyir. Bu zaman isə artan FSH deməli FSH sintezi azalır. Buna demək FSH sintezinin azalması da estrogenlərin sekresiyasını da azaldır. Buna əks olaraq deməli aktiv olaraq saray cisim tərəfindən progesteron sintez olunmağa başlayır. Aktiv deməli burada progesteron aktiv deməli sintezi LH sekresiyasını tormozlayır. Yəni həmçinin progesteron sintezi artır, digər hormonların sintezi azalır. Burada deməli lutein fazası başlayır. Deməli lutein fazasında partlamış folikuların yerində LH-ın təsirindən saray cisim əmələ gəlir. LTH-ın təsirindən isə burada progesteron sintez edir. Sonra endometrium üçün bayaq qeyd etdiyimiz kimi bu dövr sekresiya fazası adlanır. Progesteron təsirindən uşaqlıq vəzləri şaxələnir, endometriumun qalınlığı 6 mm çatır, vəzi hüceyrələri hipertrofiyaya uğrayır və aktiv olaraq burada selik qatı ifraz olunmağa başlayır. Burada deməli endometriumun hiperemiyası, yəni ödemi müşahidə olunur. Burada hüceyrə arası sahədə maye toplanması nəticəsində endometriumun qalınlığı daha da artır və spiralvari arteriyalarda maksimum inkişaf səviyyəsinə çatır. Yəni daha sonra isə bu dövr tamamlanır, yenidən premenstrual dövr menstrual fazaya keçir. Yəni dediyimiz kimi bu mərhələlər bir-birini davam edir. Burada isə yenidən qeyd etdiyimiz kimi spiralvari arteriyada spazm baş verir, endometrium damarlarında tromb əmələ gəlir və yenidən funksional qat düşür. Yəni funksional qat işemik təsirindən funksional qatın qopub düşməsi baş verir. Və bu da qadın cinsiyyət yollarında qanlı ifrazatla müşahidə olunur. Bu da menstruasiyanın başlanmasını göstərir. Ümumilikdə deməli bu 9-14 yaşlarında ilk menarşiya adlanır, başlayır və 45-55 yaşlarında 45-55 yaşlarında davam edir. 45-55 yaşlarında isə buna menopauza klimakterium da deyirlər, baş verir. Bundan sonra isə deməli qadının reproduktiv dövrü başa çatır. Müəyyən olunmuşdur ki, reproduktiv dövrdən əvvəlki ölçüsünə baxsaq, deməli menopauza girmiş qadınlarda yumurtalığın ölçüsü 1/4 qədər olur. Digər deməli reproduktiv dövrə nəzərən. Suallara keçək, yoxsa bir şey qalsa? Keçin onda. Deməli, birinci sualda, deməli, sekretor fazada endometrial vəzlərdə hansı dəyişikliklər gözlənilir? B variantıdır. Aha, dedik sekretor fazada vəzlər qıvrılmış, sekretordan dolu olur. İkinci sualda ovülyasiyadan sonra folikulun yerində yaranan progesteron ifraz edən struktur hansıdır? Bayaq qeyd etmişdim. Corpus luteum. Corpus luteum. Aha. Corpus luteum. Demək, uşaqlıq boyunun ektoservix hissəsi hansı epitellə örtülmüşdür? Bunu da ismi qeyd eləmədim. Amma əsli qeyd elədim. C variantı. Aha, çox qatı yaslı buynuzlaşmamış hissəsində. Amma digər hissəsində isə buynuzlaşmış epiteli ilə örtülü olur. Кейsə baxsaq, demək 30 yaşlı qadının endometrial biopsiyasında aşağıdakı histoloji xüsusiyyətlər müşahidə olunur. Burada qıvrılmış SO30 görünüşlü vəzlər, stromada ödem, vəzlərdə sekretin toplanması və spiral arteriyaların daha da uzanması, şaxələnməsi görünür. Bu görünüşün yaranmasına əsas cavabdeh olan hormon hansıdır? Cavab yoxdursa, burada progesterondur. Dedik ki,
deməli büküşlü, yəni daha çox stromada ödem hiperemiya varsa, spiral arteriyalar daha da şaxələnirsə, deməli sekretor faza, endometriumun sekretor fazasındadır. Endometriumun sekretor fazasında da dominant hormon progesteron hormonudur. Burada da histoloji şəklini görürsünüz. Case'də 26 yaşlı qadında kəskin aşağı qarın ağrısı və menstrual siklin ortasında deməli yüngül vaginal spotting, yəni qanxma müşahidə olunur. Deməli UZI-də ovariumda böyük maye ilə dolu folikulyar struktur görsənir. Bu struktura aid preparatda aşağıdakı histoloji olaraq aşağıdakılar görünür. Deməli böyük antrum, daxili tərəfində granuloz hüceyrələr, xarici teka interna, teka eksterna və oosit cumulus oforus daxildə yerləşir. Sual bu folikul hansı mərhələdədir? Qraf. Aha, qraf. Burada bəzən secondary ilə qrafı qarışdırırlar, amma əgər cumulus oforus görünürsə, burada şəkildə də gördüyünüz kimi tam yetişmiş, yəni qraf folikulu görsənir. Secondary-da isə ancaq yəni kiçik antrum boşluğu olurdu. Yəni bu korona radiata görünüşü əmələ gəlmirdi. Case 3-də 24 yaşlı qadın 6 aydır amenorreya və də ara sıra ləkələnmə şikayətinə müraciət eləyir. Burada bədən kütlə indeksi artmışdır. Hormon analizində LH yüksək, FSH normaldır. Endometrial biopsiyada aşağıdakılar görünür. Endometrial vəzlər artmışsaydı, qeyri-bərabər yerləşmişdi. Vəzlər arasında stroma nisbətən azalmışdır. Bəzi deməli sahələrdə vəzlər genişlənmişdir. Bir də progesterona aid dəyişiklik yoxdur. Bu histoloji dəyişikliklər əsas patogenik səbəbi nədir? C variantı. Aha. Burada amenorreya, bir də ara sıra ləkələnmə varsa, həmçinin bədən kütlə indeksi artmışdır, yəni metabolik pozğunluq var, PCOS-dan şübhələnirik. Həmçinin progesterona aid dəyişiklik yoxdursa, bir ki PCOS-un da əsas səbəbi burada uzun müddətli anabol estrogen təsirindəndir. Məndən bu qədər. Sonraki hissələrə əfsuslayacaq. Mən paylaşım yoxsa əfsus? Mən özüm paylaşıram. Sən baxın. Sizə sağ olun. Mənim sağ olun istəyirəm. Çox maraqlıdır. Təşəkkürlər.